Bismillahirrahmanirrahim. Allah'ın dostu İbrahim aleyhisselam Allah'ın mesajını atasına çatdırdı. Lakin o imtina etdi. Sonra Rəbbinin mesajını öz qövmünə çatdırmağa getdi. O bilirdi ki, onların qəlbi ulduzlara və planetlərə bağlanıb. Çünki onlara Tanrı kimi sitayiş edirdilər. Bu planet filan şeyin tanrısıdır, bu günəş filan kəsin, bu ay filan kəsin, Venera bunun, Merkür isə onun tanrısıdır deyirdilər. Müxtəlif ehtiyacları üçün hər bir planetə müraciət edirdilər. İbrahim onların yanına gələrək soruşdu. Bunlar sizin tanrılarınızdır? Onlar bəli dedilər. O, bu planetin məqsədi nədir deyə soruşdu. Onlar, biz bu planetə filan şeyə görə ibadət edirik dedilər. O dedi, mən də sizinləyim. Gəlin fərz edək ki, bu bizim tanrımız və Rəbbimizdir. وَكَذَلِكَ نُرِي إِبْرَاهِيمَ مَلَكُوتَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلِيَكُونَ مِنَ الْمُوقِنِينَ. O insanlarla oturdu və onlara dedi, gəlin sizin düşüncə tərzinizi addım-addım anlayım. Gəlin sizin iddia etdiyiniz kimi bu tanrını həqiqi bir tanrı hesab edək. فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَى كَوْكَبًا قَالَ هَذَا رَبِّي. Gəlin onu tanrı hesab edək. Bir neçə saatdan sonra bu ulduz yoxa çıxdı. Onlara dedi, mənim Rəbbim hara oldu? Onlar cavab verdilər, o yox oldu. İbrahim dedi, yox olan Rəbb? Onlar, nə demək istəyirsən dedilər. O dedi, biz bunu Rəbb hesab etdik. Rəbbi isə hər zaman mövcud olmalıdır. Necə ola bilər ki, Rəbb yox olsun? Onlar ona qarşı sustular və əhəmiyyət vermədilər. O isə yalnız onlara düşüncələrinin nə qədər dayaz olduğunu göstərmək istəyirdi. فَلَمَّا أَفَلَ قَالَ لَا أُحِبُّ الْآفِلِينَ. Mən yox olub gedən tanrını sevmirəm. Onların ən böyük tanrısı ay idi. Və buna görə də ona daha çox ibadət edir, onu ən böyük tanrı sayırdılar. Sonra ayın doğduğunu gördükdə, bu mənim Rəbbimdir dedi. Eyni şey təkrarlandı. Səhər açıldıqda ay yox oldu və kiçilməyə başladı. فَلَمَّا أَفَلَ قَالَ لَئِن لَّمْ يَهْدِنِي رَبِّي لَأَكُونَنَّ مِنَ الْقَوْمِ الضَّالِّينَ. O öz qövmünə Allahın onları həqiqi tanrıya, ilaha yönəltməsi üçün dua etmələrini söyləməyə başladı. Bir ilah, tanrı necə yox ola və ya kiçilə bilərdi? Bu qəbul edilməzdir. Bizi həqiqi tanrıya yönəltməsi üçün Allaha dua etməliyik. Görün İbrahim öz qövmünə necə izah edir və onlarla başa düşdükləri dildə necə rəftar edir. Sonra onlardan səmada olan ən böyük tanrıları haqqında soruşdu. Onlar günəş dedilər. O dedi, gəlin günəşi ibadət edək. Ona nə vaxt ibadət edirsiniz? Dedilər, ona səhər doğanda ibadət edirik. فَلَمَّا رَأَى الشَّمْسَ بَازِغَةً قَالَ هَذَا رَبِّي. Gəlin bu tanrıya birlikdə ibadət edək. O onları inandırmaq üçün onlara bu şəkildə izah etməyə çalışırdı. فَلَمَّا رَأَى الشَّمْسَ بَازِغَةً قَالَ هَذَا رَبِّي هَذَا أَكْبَرُ. Bu sahib olduğunuz ən böyük tanrıdır. فَلَمَّا أَفَلَتْ. Günəşin batmasıyla onların tanrısı yenə yox oldu. Dedi, Rəbb haradadır? Onlar dedilər, o yox oldu. Sabah yenə görünəcək. Yalnız səhərlər görünən, gecələr isə yox olan bir tanrı. Onlar, bəli, bu bizim ən böyük tanrımızdır dedilər. فَلَمَّا أَفَلَتْ قَالَ يَا قَوْمِ. O insanların qarşısında nitq söyləməyə başladı. Günlər keçdikcə o, insanlara ətrafına toplayaraq, onları həqiqəti qəbul etməyə, inandırmağa çalışırdı. Ey qövmüm, ey qövmüm, görəsən o nə demək istəyir? يا قوم إني بريء مما تشركون. Mən bütün bu planetləri və ulduzları rədd edirəm. إني وجهت وجهي للذي فطر السماوات والأرض حنيفا وما أنا من المشركين. الله. İlk dəfə idi ki, İbrahim öz qövmünün qarşısında həqiqəti cəsarətlə elan edirdi. Mən ulduzları və planetləri tamamilə rədd edirəm. Mən özümü vahid Rəbbə çevirdim. O,
təkcə bitkilərin deyil, göylərin və yerin yaradıcısıdır və mən müşriklərdən deyiləm. İbrahimin dəvəti Babildə yayılmağa başladı və insanlar bu barədə eşitməyə başladılar. Bizim dinimiz və atalarımızın dini barədə bizimlə mübahisə edən bu oğlan kimdir? Sitayiş etdiyimiz tanrılarımıza qarşı çıxmağa cəsarət edən bu oğlan kimdir? O, onlardan qorxmurmu? Başına bir bəla gələcəyindən və ya dəli olacağından qorxmurmu? Lakin İbrahim öz mesajını təkzib olunmaz bir dəlillə çatdırır. Bu, bizim öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlilimizdir. İbrahim onlarla küçələrə qoyduqları, sitayiş etdikləri və qurbanlar kəsdikləri bütlər haqqında danışmağa gəldi. Onlar xəstələrini bu bütlərin yanına gətirirdilər ki, xəstəliklərinə şəfa tapsınlar və bütlər onları ruziləndirsinlər. Onlar bütləri ilə belə rəftar edirdilər. İbrahim aleyhisselam onlara dedi: ما هذه التماثيل التي أنتم لها عاكفون. Onların bütlərə bağlılığını bir təsəvvür edin. Çoxları gəlib bu bütlərin yanında saatlarla oturur. Onlara dua edir. Onlardan nəsə istəyirdilər. Bəzən saatlarla bu vəziyyətdə qalırdılar. قالوا لقد وجدنا آباءنا لها عابدين. Biz dünyaya gələndə atalarımızı bu dində gördük və onu dəyişmək istəmirik. Bu zəif dəlilə baxın. Mən sizə nə ziyanı, nə də xeyir olmayan bir şeydən danışıram. Siz isə mənə atalarınızdan bəhs edirsiniz. Bir çox kafirlər belə deyir. Onlardan nə üçün bu dinə bu qədər bağlandığını soruşduqda, onlar bunu dəyişmək istəmədiyini deyir. Bu mənim atalarımın dinidir. Bu bizim əsl dinimizdir və biz onu dəyişmək istəmirik. Onların dəlili budur. İbrahim cavab verdi. قال لقد كنتم أنتم وآباؤكم في ضلال مبين. İbrahim nə geri çəkildi, nə də onlara güzəştə getdi. Kimin olmağınızın fərqi yoxdur. İstər əmilərim, istər əmioğullarım, istərsə də qəbiləm olun. Mənim vecimə deyil. Hamınız azğınlıq içindəsiniz. İbrahim hələ gənc ikən necə belə cəsarət edə bilir? Görəsən böyüyəndə nə edəcək? Onlar soruşdular. قالوا أجئتنا بالحق أم أنت من اللاعبين. Ey İbrahim, sən ciddisən? Yoxsa bizimlə zarafat edib dinimizə ələ salırsan? Ehtiyatlı ol. Onlar mövzunu dəyişməyə başlayanda İbrahimin verdiyi cavaba baxın. Onun həqiqətən də aydın bir dəlili var. Allah İbrahimə düşünmək, mübahisə etmək və danışmaq bacarığı bəxş etmişdi. Bütün peyğəmbərlər ağıl sahibi idilər. Lakin İbrahim öz mühakimə yürütməsi və arqumentləri ilə onları üstələmişdi. O cavab verdi. قال بل ربكم رب السماوات والأرض. İndi o öz Rəbbi haqqında danışmağa başladı. Mənim bəhs etdiyim Rəbb göylərin və yerin Rəbbidir və onları yaradan odur. Mən şahidlik edirəm ki, göyləri və yeri Allah yaratmışdır. İbrahimin sözləri meşə yanığına kimi sürətlə yayılmağa başladı və nəhayət Nəmroda qədər çatdı. Zalım hökmdar, bütlərə hücum edən bir gəncin olduğunu eşitdi. Lakin hələ ki, bu sadəcə söhbət idi. Ona görə Nəmrud bu gəncə o qədər də əhəmiyyət vermədi. Ta ki, İbrahim onların xəyallarını parçalayıb ümidlərini puç edənə qədər. Görəsən bu gənc nə etdi? İbrahim öz qövmünü dəvət etməyə davam edirdi. Lakin onlardan yalnız 2 nəfər iman gətirdi. Xanımı Sara və sonradan peyğəmbər olacaq qardaşı oğlu Lut. Xanımı əxlaq baxımından insanların ən yaxşılarından olan salihə bir qadın idi. İbrahim qövmünü dəvət etməyə davam etdi. Lakin onlar onu rədd etdilər. Nəhayət, onlar bayram günü gəlib çatdı. Onlar bütlərin yanına qurbanlar gətirib, qarşılarına yemək və içki qoyduqdan sonra İbrahimin yanına gəldilər. Sonra hamı bayrama getdi. Heç kim qalmadı. Onlar İbrahimin yanına gəlib dedilər: Ey İbrahim, bayramda bizə qoşulsan necə olar? Bizimlə gəl, əylən və oyna. O, ulduzlara baxıb, mən xəstəyəm dedi. Onun xəstəliyi cismani deyil. Onların etdikləri haqsızlıqlar və cinayətlərinin böyüklüyü səbəbindən mənəvi
psixoloji idi. O mənəvi cəhətdən sarsılmışdı. Onlara xəstə olduğunu dedi. Onlar dedilər: "Bax gör, tanrılar səni nə hala saldı ey İbrahim. Biz sənə demişdik ki, tanrılara hücum etmə. Amma gördüyün kimi xəstəliyə tutuldun." Bundan sonra onlar getdilər. O içində öz-özünə deyirdi: وتالله لأكيدن أصنامكم بعد أن تولوا مدبرين. İstisnasız olaraq hər kəs şəhəri tərk etdi. Onların bütləri böyük bir həyətdə idi. Ən böyük tanrını mərkəzə, qalanlarını isə onun ətrafına düzmüşdülər. Yanlarına yemək, içki və qurbanlar qoyub getmişdilər. Bəs kim qalmışdı? Bu bütləri qoruyan cin şeytanları. İbrahim tək başına bu bütlərin qarşısına gəldi. Onlarla danışmağa başladı. Onlara dedi: "Yemirsiniz? Ey Allahdan başqa ibadət edilən büt. Ey daş, yeyə bilmirsən?" O bilirdi ki, büt yeməyəcək və ona cavab verməyəcək. Lakin o, onları ələ salmaq istəyirdi. ألا تأكلون ما لكم لا تنطقون. Təsəvvür edin, o bu bütlərlə danışırdı. O bütlərə inanmayaraq böyümüşdü. Allah onu bu inanc üzərində tərbiyə etmişdi. Uca Allahın lütfü ilə onun qəlbi hər zaman sağlamı qaldı. Biz Muhammed Peyğəmbərin sallallahu aleyhi və alihi və səlləm dinini və atamız İbrahimin inancını qəbul edirik. O tam bir sadiqliklə təslim olmuşdu və müşriklərdən deyildi. O bütlərə deyirdi: "Sizə nə olub? Danışa bilmirsiniz?" Lakin cavabı yox idi. O bir balta gətirdi və onu yuxarı qaldırdı. فراغ عليهم ضربا باليمين. O bütləri balta ilə sındırıb parçalamağa başladı. فجعلها جذاذا. Bütləri sındırmağa başladı. Və onlara deyirdi: "Niyə danışmırsınız? Niyə susursuz? Niyə özünüzü müdafiə etmirsiniz?" Təsəvvür edin, nəsillər boyu elitanın sitayiş etdiyi və qoruduğu bütləri qırır. Nəsillərdən miras qalmış, özlərinə Rəbb hesab etdikləri, yaxınlaşdıqları və yardım dilədikləri bu tanrıları. O böyük bir cəsarətlə baltanı götürdü və onları bir-bir sındırdı. Hamısını parça-parça etdi. Bircə onların ən böyüyünü saxladı. Ən böyüyünü saxladı və baltanı onun yanına qoydu ki, bəlkə ona müraciət edələr. Təsəvvür edin, yemək, içki və bütlərlə dolu olan o həyət yerdəki qırıntılara çevrildi. Dəhşətli bir mənzərə. İnsanlar qaydanda onu nə edəcəklər? Bu mənzərəni görəndə qövmü nə edəcək? Tanrılarının məhv edildiyini görəndə reaksiyaları nə olacaq? Üstəlik, bu hadisə onların bayramında baş verdi. Bütlərə yaxınlaşdıqları o gündə İbrahimin başına nə gələcək? Davamı inşallah növbəti seriyada.